Salam əzizləyicilər, xoş gördük hər birinizi. Gördüyünüz kimi bugün sizə təyin barədə danışmaq istəyirəm. Təyin necə, nə cür, hansı, neçə, nə qədər, neçənci kimi suallara cavab verib, isim və ya isimləşmiş sözü, isim və ya isimləşmiş, isim və ya isimləşmiş sözü izah edən cümlə üzvünə nə deyilir? Təyin deyilir. Bax, buradakı isim və ya isimləşmiş sözünə diqqət eləməyimiz vacibdir. Çünki əgər ki onun qabağındakı söz isim və ya isimləşmiş söz deyilsə, onu sizin təyin götürmək kimi ehtimalınız yoxdur. Yəni ki, nə deyə bilirəm? Misal olaraq, bax, burada sənin kimi yazıram. 3 dənə sənin kimi yazaq. Sənin kimi. Əgər ki, bu sənin kimi sözünün qarşısında sənin kimi insandır söz gələrsə, buradakı biz sənin kimini təyin qəbul edə bilirik. Niyə görə? Çünki yuxarıdakı şərtimizdən üstə düşür. İnsandır xəbəri nə ilə ifadə olunub? İsimlə ifadə olunub. Necə insandır? Sənin kimi insandır. Deməli, mən bunu təyin götürə bilərəm. Amma desə ki, sənin kimi oxuyur. Görürük ki, oxuyur sözü nə ilə ifadə olundu? Oxuyur sözü artıq feillə ifadə olundu. Feillə ifadə olunduğu üçün biz buradakı sənin kimi nə qəbul edirik? Zərflik qəbul edirik. Çünki izah elədiyi söz nə isim deyil, nə də isimləşmiş söz deyil. Sənin kimi ağıllıdır yazsam bəs nə olacaq? Sənin kimi ağıllıdır. Bəzən tələbələr gəlib burada çaşaraq təyin götürürlər. Deyir ki, müəllim ismi xəbəri izah edin. Bizə onun ismi xəbəri izah eləmədiyi deyil də, ismi və ya isimləşmiş sözü izah eləmədiyi maraqlıdır. Ağıllıdır sözünə nə isim deyil, nə də isimləşməyib. Ona görə buradakı sənin kimi sözü nə götürür biz artıq? Zərflik götürür. Burada təyindən söhbət gedə bilməz. Amma nə zaman ola bilər? Tutaq ki, belə bir şey ola bilər ki, sənin kimi igidlər bizə lazımdır. Lazımdır. Lazımdır kimə? Bizə. Kimdən lazımdır bizə? İgidlər. Necə igidlər? Sənin kimi. Bunu təyin götürə bilərəm. Çünki buradakı igid sözü isimləşib. Yəni belə deyək, ismi izah etdikdə və isimləşmiş sözü izah etdikdə biz o necə nə cür hansı sualına cavab verən sözü təyin kimi götürə bilirik. Bunu anladıqdan sonra təyinlər də sadə və mürəkkəb ola bilirlər. Yəni ki, digər cümlə üzvlərimiz kimi. Nə zaman sadə olur? Əgər ki, nitq hissəsi ilə ifadə olunursa, leksik məna verən bir sözlə ifadə olunursa, biz onu sadə sayırıq. Məsələn, buradakı sənin kimlər sadədirlər. Niyə görə sadədirlər? Çünki buradakı kimi qoşmadır. Kimi orada artıq onun quruluşuna təsir göstərə bilmir. Çünki dediyim kimi, leksik məna verən söz lazımdır bizə. Və ya digər əsas hissələrimizlə ifadə olunarsa, tutaq ki, məsəl üçün, daş hasar deyərəmsə, daş hasar. Burada təyinimiz nə ilə ifadə olundu? İsimlə ifadə olundu, təyin dedik. Tutaq ki, ağıllı uşaq deyirəm, ağıllı uşaq deyirəm. Nə ilə ifadə olundu? Sifətlə ifadə olundu təyinimiz. Və ya birinci sinif deyirəm, birinci sinif. Nə ilə ifadə olundu? Təyinimiz sayla ifadə olundu. Sonra yuxarı otaq deyirəm. Bax, zərflərdə diqqətli olun. Yuxarı otaq. Zərflər də yuxarı, aşağı kimi sözlər. Yuxarı otaq, tutaq ki, təmirlidir deyilən bir cümlə gəlir qarşınıza. Təmirlidir. Təmirlidir. Nə otaq? Hansı otaq? Yuxarı otaq. Bax, burada zərf də hansı sualına cavab verir? Təyin vəzifəsini götürə biləcək. Təyin vəzifəsini götürə biləcək. İsim, sifət, zərflik, əvəzliklər. Əvəzliklər onsuz da rahatlıqla iştirak edə bilər. Təyin əvəzlikləri, işarə əvəzlikləri. Tutaq ki, bu kitab deyirəm. Hansı kitab? Təyin vəzifəsinə düşə bilir rahatlıqla cümlənin içərisində. İndi mən cümlənin adını gətirmirəm burada. Bəs feillərimiz təbii ki, feili sifətlərimizi götürə bilərik. Sadə versiyada oxuyan, uşaq desəm burada olacaq. Məstərlərimiz də hətta yeri gəldikdə qoşmalarla birləşərək təyin vəzifəsinə düşə bilərlər. Bax, diqqətli olun, tutaq ki, biz məstər keçəndə də bundan danışmışıq ki, məstərin özünə aid olmayan elementidir, amma istisna halda təbii ki, baş verə bilir. Oxumaq kimi vərdişi var. Var. Nə var? Onun vərdişi. Necə vərdişi? Oxumaq kimi vərdişi var. Məstər qoşmalarla birləşərək nə edə bilər? Təyin vəzifəsinə düşə bilər. Bu bizim necə təyinlərimiz? Sadə təyinlərimiz. Bəs təyinimiz necə mürəkkəb ola bilər? Təbii ki,
söz birləşmələri ifadə olunsa, biz o təyini necə təyin sayırıq? Mürəkkəb təyin sayırıq. Misal olaraq nəyi deyə bilərik? Məsələn, həm fe'li birləşmələr, həm də ismi birləşmələr ola bilərlər. Misal üçün, ismi birləşməyə nümunə göstərə bilərik ki, tutaq ki, polis rəisi, tutaq ki, Əhmədov gəlmişdi. Gəlmişdi. Kim gəlmişdi? Əhmədov. Hansı Əhmədov? Polis rəisi. Polis rəisi burada ikinci növ təyini söz birləşməsidir, yəni ismi birləşmədir və təyin vəzifəsinə düşüb. Necə təyindir artıq? Mürəkkəb təyindir. Bəs başqa fe'li birləşmələr necə ola bilər? Təbii ki, fe'li sifət tərkiblərindən bura nümunə gətirməyimiz gözəl olar. Tutaq ki, deyirəm, dərsə gedən bir uşaq. Uşaq yıxıldı buz üstə qoçaq tutaqca. Uşaq, hansı uşaq? Dərsə gedən. Burada dərsə gedən sözündəki anan şəkilçisi artıq nədir? Fe'li sifət tərkibi yaradıb, çünki özündən əvvəlki sözlə bir yerdə çıxış edir və bizim təyinimiz necə təyin sayılır? Mürəkkəb təyin sayılır. Təyin barədə bu qədər. Tamamlıq mövzusunda görüşənə qədər.